Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme accil li veliyyikel fərəc. Selamun aleyküm əziz dəyərli möminlər. Xoş gördük sizləri bu Allahın rəhmət ayında. Allah Teala bu Ramazan ayının feyzindən bizləri bir nəsib eləməsin inşallah. Etdiyiniz ibadətləri, duaları, Qədr gecəsində etdiyiniz ibadətləri Allah Teala sizlərdən alik qəbul eləsin inşallah. Əziz dəyərli möminlər, bu Ramazan ayında insanlar çox vaxt bəzi hallarda tənbəllik edirlər və yaxud da bəzi halda səhlənkarlıq edirlər və yaxud da bəzi hallarda deyirlər ki, elə o başlarını yataq, durub elə namazı da və yaxud sübh namazını da qəzasını qılaraq bu cürünə səhlənkarlıq edirlər, imsaka durmurlar, o başlarına riayət eləmirlər. Bəzən çox vaxt sübh namazlarını belə qəzaya verirlər, bəzən çox tənbəllik və özlərində bir ağırlıq hiss edərək bu gözəl işi tərk edirlər. İmsaka durmaq özü bir vacibi əməl deyil, lakin sübh namazına durmaq vacibi bir əməldir. Vacibi də tərk eləmək ki, bilirik ki, onun günahı var, onun əzabı vardır ki, vacib bir işi tərk etmək olmaz. Amma əzizlər, Ramazan ayında Allah Teala bu Ramazana elə bir bərəkət verib. Bunun səhərlərində bərəkətlər var. İftar vaxtlarında bərəkətlər var. Çalışaq bu ayda, bu günlərin səhərlərində bu günləri boş verməyək. Səhərlərində ən azından heç olmasa biz duraq bir stəkan su və yaxud da bir xurma və yaxud da ki, 2 rükət namaz qılmaqla, ibadət etməklə həmən günün səhərlərini gözəl şəkildə biz onları gözəlləşdirək. Çox vaxt tənbəllik edirik, səhlənkarlıq edirik, bu işlərə belə yaxşı yanaşmırıq və Allahın gözəl fəzilətindən bir nəsib oluruq. Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurur ki, təsəhhəru vələv bizur'atin minəl ma. Bir qurtum su içməklə olsa belə imsak edin. O başdan ki, durdun imsaka, səhur yeməklə durdun, bir stəkan su olsa belə, bir qurtum su olsa belə, o imsakdan ondan istifadə etkinən. Və buyurur ki, əla salavatullah ələl mütəsəhhirin. İmsak edənlərə Allahın rəhməti olsun. Peyğəmbər buyurur ki, Allah Teala bu aya o qədər gözəllik verib. Əziz dəyərli möminlər, bu ayın feyzindən bir nəsib olmayaq. Çoxlu ibadətlərimizə, itaətlərimizə üstünlük verək. Çünki biz səhər imsaka durmaqla orucun birinci dəqiqəsindən başlayırıq oruca zinət verməyə. Çalışaq durmaqla, bir qurtum su olmaqla, bir dənə xurma yeməklə, bir şirniyyat yeməklə hər nə işi görürüksə, bu Allah Teala'nın rəhmətini əldə etmiş oluruq, Allahın bərəkətindən feyz almış oluruq. Buyurur ki, bir qurtum su içməklə də olsa belə imsak edin, buyurur ki, imsak edənlərə Allahın rəhməti olsun. Digər bir hədisdə Peyğəmbər buyurur ki, İnnallaha və mələikətəhu yusalluna aləl mütəsəhhirinə vəl müstəxfirinə bil əshar. Buyurur ki, Allah və mələkləri imsak edənlərə və gecənin sonunda bağışlanmaq dilənlərə salavat göndərərlər. Ki, durmusan imsak etməyə, o başdan oturdun ilahi ziyafət süfrəsinə, çalış bir dənə xurma ilə, bir stəkan su içməklə bu ziyafət süfrəsini zinətləndir, Allahın rəhmətini qazan və buyurur ki, və gecənin sonuna qədər bağışlanmaq diləyənlərə salavat göndərərlər. Bu günün orucun tutdun, axşam da gecəni yatmadan ibadətlə, itaətlə məşğul oldun, Allah Teala öz rəhmət, mərifətini və salavatını, Peyğəmbərin zikrini sizin üstünüzdən neylər? Əsirgəməz. Fəlyətəsəhhər əhədukum vələv bizur'ətin minəl ma. Hər biriniz bir qurtum su ilə olsa belə imsak edin ki, o günü boş buraxmayın. Təavanu bi əkli səhər əla siyamin nəhar. Gündüzün orucunu tutmağa imsak yeməklə başlayın. Və bir nəvmi ində qeyluləti əla qiyamilləyl. Gecə ibadətini isə gündüz qısa müddət yatmaqla dəstək olun. Gündüz bir qism yatırıq, yatmağımız da belə ibadətdir. Amma o gündüz yatmağımız üçün Allah Teala gecədən bir dənə fürsət istəyirik ki, o gecədə gözəl şəkildə ibadət eləyək. Baxın, buyurur ki, gündüzün orucu tutmağı Allahdan imsak yeməklə başlayın. Və bin nəvmi ində qeyluləti əla qiyamilləyl. Gecə ibadətinə isə gündüz qısa müddət yatmaqla dəstək olun.
ki, gündüz qısa yatırıq, amma gecə ibadətlə, itaətlə məşğul oluruq. Çalışaq əzizlər, səhlənkarlıq etmək bu işdə. Çünki Allah Teala öz rəhmət qapılarını, məğfirət qapılarını bu ayda bizim üzümüzə açıq. Bu işdən naimid olmayaq. Bəlkə gələcəkdə bizə Ramazan nəsib olmaz, Ramazan ayının orucunu tutmaq bizə nəsib olmaz. Çalışaq ki, bu əlimizdə olan fürsəti əlimizdən verməyək və onu gözəl şəkildə dəyərləndirməyi biz bacarmalıyıq. Allahdan dua eləyək ki, bu günlərin səhərlərində etdiyimiz ibadətləri, itaətləri bizlərdən və sizlərdən ali dərəcədə qəbul eləsin və bizi vilayət-i Əmir-əl-Müminindən ayrı salmasın. Ənimdə duamız, Mövlamız Sərvərimiz İmam Zaman ağanın suhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.